Hoş gördük hər birinizi. Deməli, bu sosial şəbəkələrdə, əsasda TikTok platformasında səhər açılandan bir müğənni cihaz var. Deməli, deyirlər ki, ancaq arxasını reklam eləyir, yəni yanlarını da, pompullarını belə deyək, arxa pompullarını reklam eləyir. O çıxıb danışır ki, efirə qoda 80-90 yaşında əsasda çıxan Cavan Zeynallını kim tanıyır ki? Cavan Zeynallını sən tanımaya bilərsən, səni kimiləri tanımaya bilər, səni kimiləri, pompullular da, arxalar pompullu olanlar, ondan sonra sənin uşağın, belə deyək də. Amma bizlər tanıyırıq, Cavan Zeynallı Azərbaycana cazı gətirəndir. Cavan Zeynallı köhnə sənətkarlardandır. Sən kimsən ki, onun haqqında, ümumiyyətcə, bu ağsaqqallar, ağbirçəklər barəsində indi belə deyək də, indi onda sən Cavan Zeynallı haqqında nəsə deyirsənsə də, belə deyim də, onda sən Flora Kərimova haqqında da, Nişə Qasımova haqqında da, Zeynəb Xanlarova haqqında da, o qədər müğənnilərimiz var, köhnə karfey müğənnilərimiz var. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin karfeylərimizə. Sənin kimiləri də ancaq belə o TikTokda danışırlar da, indi mənim gözüm yaxşı görmür belə. Nə yaxşı ilə sənin kimilərini görmürəm belə bir sözlə ki. Deyir, təsəvvür elə götürmüş mü? Estağfurullah, bağışlayın müdür istəyirəm. O kimi arka pompollarını şişirdib belə bir sözlə. Sənin oğlum, sən o arka pompoluna nətər baxır, mənim başım çıxmır. Bir sözlə ki, Allah Cavan Zeynallıya can sağlığı versin, uzun ömür, gözəl günlər nəsib eləsin, xoş günlər olsun, o cümlədən də karfeylərimiz. Bax, efirlərimizdə belə karfeyləri çıxartsınlar. Nişə Qasımovadır, Cavan Zeynallıdır və s. Bir neçə müğənnilərimiz var, aktyorlarımız var, artistlərimiz var. Nə deyim, ağzını danışını bilməyənlər. Bir sözlə ki, bir də bir şey, dünənlər axşam eşitdim, jurnalistlərimizdən birindən eşitdim. Deyir, Mətanət İskəndərli deyir, çıxıb telbədən şəkilləndirmədən, əlimdə şişirmədən birazdan belə şeylərdən danışır. Bir sözlə ki, təsəvvür edin indi, ay gözəl insanlar, ay gözəl dəyərli insanlar. Nə fərq oldu pompullardan, belə deyək də Kəmalə ilə Mətanət İskəndərlinin nə fərq oldu? Eyni şeydilərdən zaddılar bir sözlə ki. Əsas odur, ağzını danışını. İndi mən burada bir arada, bu sosial şəbəkədir, indi belə deyək də. Onu da bir də görürsən, canlı danışırıq bir sözlə. Amma ehtiyatlı olmaq lazımdır, təmkinli olmaq lazımdır, bilmək lazımdır, nə demək lazımdır, nə danışmaq lazımdır. Birisi mən valla qulaq açmıram televiziyalara. Bir dənə TikTokda qulaq açıram, o da gəlir qabağıma çıxır. İki verişlər hoşum bir sözlə ki, belə deyək də peysərliyi təbliğ edirlər, fahişəliyi təbliğ edirlər, üzdən İraqları təbliğ edirlər. Şey neydi adı? Rəqsayna ilə danışın, üzdən İraqların birindən kəndədə gəlib konser verir. Allah olsun tanrı, Allah'ım olsun tanrı. Ciddi danışma verirlər, Allah'ım olsun.